Artıq praktikanın 4-cü gündür ki eləyirəm, amma hələ də 1-ci gündəyəm. Çünki dünən işim çox idi və başım qarışıq oldu. Çox da ciddi yanaşa bilmədim. Yəni fikrim tam fokus verə bilmədiyimə görə təbii ki başladım nəysə qınamağa, danlamağa. Təbii ki bunu səsləndirmirdim. Səsləndirməməyi öyrənmişəm keçən dəfə eləyəndə, amma görürəm ki beynimdə gedir proses, emosional reaksiya verirəm. Amma dünən axşamdan bugün səhərə qədər sakitçilik idi. Bugün səhər aeroportda gördüm ki özümlə bağlı nəticə etibarilə tutdum ki bu dəfə də özümü qınadım. Hətta bir jest tapdım özümdə. Demək köynək keçəndə yoxlamadan köynəyi qabiliyyətlə çıxartmışdım. Çağırdılar, mən də avtomatik olaraq belə elədim də. Yəni özümü başımdan vurdum ki, yəni başımı işlətdə. Buna da başa düşdüm ki bədən dilimdə belə özünü qınama, özünü danlama ola bilir də. Demək ki proses şuuraltı olaraq gedir və təbii ki təzədən 1-ci günümə başladım. Ona görə də nə qədər də istəsək ki qınamayaq nə özümüzü, nə başqasına, avtomatik olaraq reaksiya veririk. Üzərimizə işləməyə davam.